Salam əziz MQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə fiziki tərbiyə fənni üzrə icmal nümunələrini izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Keçək fiziki tərbiyənin 5 mövzusunun birincisinə. Birinci mövzu əyilgənlik qabiliyyətinin dinamik və fəal hərəkətlərlə inkişafı mövzusudur. Gördüyümüz kimi birinci standartları verir. Standartları metodik vəsaitimizdən götürə bilərsiniz. Mən yəni burada 4 dənə məzmun xətti vermiş, 4 dənə standart vermişəm. Düzdür, ancaq siz 2 dənə, yəni minimum 2, maksimum 3 dənə verməniz kifayət edir. Sadəcə mən nümunə olaraq vermişəm ki, məsələn istəyən 3-cü, 4-cü standartı götürsün, istəyən 1-ci, 2-cini. Belə, burada mütləq fənninizin də məzmun xəttlərini əzbər bilmək lazımdır. Oxuyanda da 1-2-2 yox və ya da 1.2.2 yox. Birinci məzmun xəttinin ikinci əsas standartının ikinci alt standartı deyilir və məzmun xəttlərinizin ilk rəqəmi, daha doğrusu standartlarınızın ilk rəqəmi məzmun xəttlərinizin rəqəmləri ilə uyğun gəlir. Ona görə də mütləq öz fənninizin məzmun xəttini əzbər bilin. Deməli, müxtəlif oyunların təyinatı haqqında qısa informasiya verir, müxtəlif təyinatlı oyunlarda iştirak edir və s. Yəni standartlarımız bunlardır. Dediyimiz kimi, hansını tətbiq edəcəksinizsə onları öyrənmək lazımdır, qeyd etmək lazımdır və standartdan sonra mütləq məqsəd gəlir. Məqsədimiz də çoxdur burada vermişik, ancaq 2-3 dənə kifayət edir. Çünki yəni nə qədər çox olanda deyərlər ki, 45 dəqiqəsini onu necə reallaşdırarsan, ona görə lap çox verməyə ehtiyac yoxdur. Sadəcə dediyim kimi, mən nümunə olsun deyə çox vermişəm. Deməli, əyilgənlik qabiliyyətinin mahiyyətini izah edir, hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl edir, hərəkətləri geniş, lakin təhlükəsiz amplitudada yerinə yetirir və s. Yəni, hansı işləri görəcəksə, dərsin sonunda hansı işlərimiz nəticələnəcəksə, həmən məqsədlər burada vurğulanır. İnteqrasiyanı biologiyanı edirik, əzələ, oynaq və bağların fəaliyyətinə görə, həyat bilgisindən edirik, sağlam həyat tərzi təhlükəsizliyə görə, musiqi ilə edirik, hərəkətlərin ritmə uyğun yerinə yetirməsinə görə. İş formasının hamısını qeyd eləmişəm, ancaq siz hansıları istifadə edəcəksinizsə onları qeyd etməyiniz kifayət edir. İş üsulları, beyin həmləsi, nümayiş, praktik fəaliyyət, estafet, mütəhərrik oyun, özünü qiymətləndirmə, resurslarımız gimnastika döşəkləri, gimnastika çubuqları, toplar, konuslar, halqalar, fit, saniyə ölçəm və s. Dərsimizin gedişi induktiv hesab olunur. Çünki yeni dərslər induktivdir, təkrar dərslər deduksivdir. Motivasiyamızda müəllim 2 sadə hərəkət nümayiş elətdirir. Qolları yuxarı qaldıraraq gövdəni yana əyir, dizləri bükmədən əlləri ayaq barmaqlarını yaxınlaşdırır. Sonra soruşur, nə üçün bəzi insanlar bu hərəkətləri daha geniş amplitudada, digərləri isə daha məhdud yerinə yetirirlər. Şagirdlərin fikirləri dinlənilir. Müəllim sualı ünvanlayır şagirdlərə ki, bədənin geniş amplitudada hərəkət etmək qabiliyyəti necə adlanır? Nəticə əyilgənlik. Yəni mövzunun adını biz sual olaraq şagirdlərə elə ünvanlamalıyıq ki, mövzunun adını onlardan alaq. Və tədqiqat sualımız ortaya çıxır ki, əyilgənlik qabiliyyətimizi dinamik və fəal hərəkətlərlə necə inkişaf etdirə bilərik? Və keçirik öyrənmə fəaliyyətinə. Mən burada öyrənmə fəaliyyətini həddindən artıq çox vermişəm. Kim hansını istəyir tətbiq eləyə bilər. Yəni 1-2 dənəsi kifayət edir. Hamısını tətbiq eləsəz 45 dəqiqə ərzində çatmaz. Sadəcə, yəni mən versiya olaraq çox verirəm ki, kimə hansı xoş gəlir, ondan istifadə eləsin. Məsələn, əyilgənlik nədir sualını verir, sualına müəllim qısa izah verir ki, əyilgənlik hərəkətlərin geniş amplitudada yerinə yetirmə qabiliyyətidir. Əyilgənlik əsasən oynaqların mütəhərrikliyindən, əzəli və bağlan elastikliyindən asılıdır. Dinamik əyilgənlik hərəkət zamanı özünü göstərir. Bu istiqamətdə nümunələr veririk. Fəal əyilgənlik nədir? Məsələn, dərsin hazırlayıcı hissəsində əsasən yeriş və yüngül qaçışdan istifadə olunur. Şagirdlər pəncə üzərində yeriş, daban üzərində yerişdən istifadə edirlər. Yəni, daha doğrusu onları icra edirlər. Ümumi inkişaf hərəkətlərində çiyin, qollar, gövdə, ayaqlar üzrə işimizi icra edirik. Sonra geniş amplituda hərəkət kompleksində şagirdlər müəllimin nümayişinə uyğun olaraq qolları yuxarı, ayaqları çiyin enində, irəliyə əyilmə, qolları yana, gövdənin sağa sola dönməsindən istifadə edirlər. Yəni, belə deyək də, mən burada indi bir neçə versiyada vermişəm. Siz hansını istəsəniz vurğulayıb öz icmanınıza istifadə edə bilərsiniz. Məsələn, sonra halqaya çat oyunu, estafet, əyil, keç, çat
oyundan istifadə edə bilərik. Problem situasiyasından, məsələn, əlgənliyi daha tez artırmaq üçün hərəkəti ağrı hiss edənədək zorla davam etdirmək düzgündürmü? Sualını ünvanlayarıq. Kim düzgün icra edir? Sualını ünvanlayıb müəllim 3 hərəkət göstərir. Düzgün irəliyə əlmə, həddən artıq nəzarətsiz dartırma, kontrollu ayaq ellənməsi. Şagirdlər təhlükəsiz və təhlükəli icranı fərqləndirirlər. Sonra sakitləşdirici hərəkətlər, şagirdlər yavaş yeriş, qolları qaldırıb nəfəs alma, qolları endirib nəfəs vermə kimi hərəkətlər edirlər. Özünü qiymətləndirmədə şagirdlər öz vəziyyətlərini qiymətləndirirlər. Refleksiyamızda mikrofon iş üsulundan 3-2-1-dən çıxış biletindən bunlardan istifadə etmək olar. Məsələn, bugün öyrəndim ki, dinamik hərəkət, fəal əlgənlik, hərəkət zamanı təhlükəsizlik üçün, yəni bu nöqtələrin yerini doldururlar. 3-2-1 üsulunda da əlgənliyi inkişaf etdirən 3 hərəkət, 2 təhlükəsizlik qaydası, fəal əlgənliyə bir nümunə göstərilir. Və qiymətləndirmə meyarlarımız dinamik və fəal əlgənli hərəkətləri fərqləndirilir. Yəni bunlar məqsədlərlə eynilik təşkil etməlidir bu ifadələr. Yəni ona məqsəddən meyarları çıxarırıq. Yoldaşları ilə əməkdaşlıq eləyir, oyun və estafetlər qaydalara uyğun estafetlərdə qaydalara uyğun iştirak edir və s. Qiymətləndirməmizi də 4 səviyyədə aparırıq. Və hər səviyyəmizdə mütləq konstruktiv rəy verin ki, çünki orada müsahibədə mütləq soruşurlar ki, qiymətləndirmə səviyyəsində necə konstruktiv rəy verərsən? Konstruktiv rəy konstruktor sözündən gəlibdir. İnkişaf etdirici, istiqamətləndirici, qurucu rəydir. Yəni elə eləməliyik ki, şagirdin həm etdiyi işi vurğulayaq, müsbət cəhətlərini, həm də istiqamətimizi verir. Məsələn, birinci səviyyədə müəllim məsələn qiymətləndirmə səviyyəsində belə konstruktiv rəy verir ki, əlgənlik hərəkətlərini yerinə yetirməyə çalışırsan, hərəkətləri tələsmədən və müəllimin göstərdiyi ardıcıllıqla icra etməyə diqqət et. Məsələn, ikinci səviyyədə belə konstruktiv rəy verir. Dinamik əlgənlik hərəkətlərini əsasən düzgün icra edirsən, indi hərəkətlərin nəzarətli və bərabər amplitudada yerinə yetirməsinə diqqət edir. Yəni, onun gördüyü işi müsbət vurğulur. Ancaq, yəni ondan da yaxşı nə eləyə bilər və yaxud hansı boşluq var, onu da sonradan vurğuluyur. Dərsin yekununda müəllim soruşur ki, əlgənlik qabiliyyətini inkişaf etdirmək üçün nələrə diqqət etməliyik və şagirdlərdən cavabını alır və nələr də yadda saxlamaq lazımdır, onu da lövhədə qeyd edə bilərsiniz. Mən yenə deyirəm, yığcam şəkildə deyirəm ki, özünüz belə deyim, yəni mənim verdiyim istiqamət əsasında özünüz icmalı hazırlayıb, əzbər şəkildə yox, başa düşdüyünüz şəkildə orada təqdim edəsiniz. İkinci icmalımız yuxarı ətraf əzələ qüvvəsinin inkişaf etdirilməsi mövzusudur. Standartlarımızı metodik vəsaitimizdən götürürük. Məsələn, müxtəlif təyinatlı oyunlarda qaydalara müvafiq fəaliyyət göstərir, fiziki potensialını reallaşdırarkən inadkarlıq nümayiş etdirir və s. Məqsədlərimizi də götürürük, öz bədən çəkisinə müqavimət kimi istifadə edir, hərəkətləri fərdi imkanlarına uyğun təkrar edir, şagird qüvvə hərəkəti qabiliyyətini izah edir və s. İnteqrasiyamızı biologiyanın edirik, əzələ sisteminin quruluşu və fəaliyyəti həyat bilgisindən edirik. Sağlam həyat tərzi və riyaziyyatla edirik. Təkrarların sayılması və nəticələrin müqayisəsi. İş forması da yansılardan istəsəniz istifadə edə bilərsiniz. İş üsulumuz beyin həmləsi, təkrar serial məşq, estafet, özün qiymətləndirmə və s. Resurslarımız hündür və alçaq turnik, gimnastika skamyası, gimnastika döşəkləri, toplar və s. Özüm elə deyirəm ki, yəni burada da baxasınız, özünüz də əlavələrinizi eləyə bilərsiniz. Dərsin gedişi induktiv, motivasiyada müəllim 2 hərəkət göstərir, turnikdə dartılma və dayaqdan qolların bükülüb açılması və soruşur. Bu hərəkətlər zamanı bədənin hansı hissəsi nəzərləri daha çox işləyir? Şagirdlər qol və çiyin nəzərləri olaraq cavab verir. Müəllim əlavə edir. Bu hərəkətləri daha çox və düzgün yerinə yetirmək üçün hansı fiziki qabiliyyətimiz güclü olmalıdır? Və qüvvə qabiliyyəti cavabını aldırıq. Keçirik tədqiqat sualına. Yuxarı ətraf əzələ qüvvəsini hansı hərəkətlərlə və necə inkişaf etdirə bilərik? Və öyrənmə fəaliyyətimiz başlayır. Qüvvə nədir sualına cavab axtarırıq. Sıra və yeriş hərəkətləri edirik. Yuxarı ətraf üçün isinmə hərəkətləri olunur. Hündür turnikdə dartınma, alçaq turnikdə dartınma, dayaqdan qolların bükülüb açılması, asanlaşdırılmış
variant, müxtəlif əl mövqeləri. Mən özüm başlıqlar deyirəm ki, özünüz istədiyinizdən istifadə edə bilərsiniz. Problem situasiyası yaradırıq, cütlərlə iş, müşahidəçi öyrənmə fəaliyyətini icra edirik. Məsələn, bir şagird qollarının bükülüb açılmasını icra edir, digər aşağıdakı meyarları yoxlayır. Bədən düzdürmü, əllər düzgün yerləşibmi, qollar tam bükülüb açılırmı və s. Təkrar seriyalı məşq, məsələn, estafet, güclü qollar, öyrənmə fəaliyyətinə istifadə edirik. Təhlükəsizlik qaydaları, öyrənmə fəaliyyəti icra olunur. Məsələn, bir-birini itələmək olmaz. Turnikin sazlığı əvvəlcədən yoxlanmalıdır. Bərpa edici hərəkətlər, yavaş yeriyiş, qolların boşaldılması və özünü qiymətləndirmə, hərəkətləri düzgün və rahat icra etdim. Bəzi hərəkətlərdə çətinlik çəkdim və özünü qiymətləndirir. Refleksiyamızda 3-2-1, çıxış bileti, mikrofondan istifadə edə bilərik. Məsələn, qolları büküb açarkən bu oldu. Mənim üçün ən çətin hərəkət bu oldu. Yəni, boşluğu özü doldurmalıdır. Və qiymətləndirmə meyarlarımızı qeyd edirik. Səviyyəni də 4 səviyyədə qiymətləndiririk. Konstruktiv rəy önəmlidir. Məsələn, 3-cü səviyyədə şagird yuxarı ətraf qüvvəsini inkişaf etdirən hərəkətləri düzgün və ardıcıl icra edir. Fiziki yükə uyğun qüvvə nümayiş etdirir. Bu səviyyəmizdir. Və müəllim ona konstruktiv rəy olaraq mütləq bu sualı sizə verəcəklər. Çünki hər kəsə bu sual verilir. Necə, məsələn, konstruktiv rəyi necə verərsən? Sual verir. Sən deyə bilərsən ki, hərəkətləri düzgün və təhlükəsiz yerinə yetirirsən. Fikrini irəli sürərəm və qüvvəni artırmaq üçün təkrarlanan sayını tədricən və fiziki imkanına uyğun artırmağa çalış deyə şagirdə istiqamət verici, yəni konstruktiv rəy verərəm. Belə, dərsin yekununda da müəllim soruşur ki, yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirmək üçün hansı əsas hərəkətlərdən istifadə edə bilərik? Şagirdlər vurğulayır ki, hündür və alçaq turnikdə dartınma, dayaqdan qolların bükülüb açılması və yuxarı ətraflara yönəlmiş ümumi inkişaf hərəkətlərindən istifadə edə bilərik. Keçək 3-cü mövzumuza. 3-cü mövzumuz start texnikasının təkmilləşdirilməsi, start sürətinin inkişaf etdirilməsi. Standartlarımız icrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən sürət nümayiş etdirir. Müxtəlif idman növlərində texniki taktiki fəaliyyət zamanı öz potensialını reallaşdırır. Standartın metodik vəsaitdən götürürük. Məqsədlərimizi qeyd edirik ki, aşağı startın əsas mərhələlərini izah eləyir. 20-30 metr məsafədə start sürətlənməsi nümayiş etdirir və s. İnteqrasiyamızı biologiya ilə edirik. Əzələ fəaliyyəti və sinir sistemi reaksiyası, fizika ilə edirik. Sürət, zaman, məsafə. Riyaziyyatla edirik. Vaxt göstəricilərinin müqayisəsi, həyat bilgisi ilə edirik. Sağlam həyat tərzi və təhlükəsizlik. İş formasında kollektiv, qrup, cütlərlə fərdi hansını istifadə edəcəksinizsə onu vurğulayın. İş sulu, beyin həmləsi, praktik fəaliyyət, təkrar məşq, estafet, yarış. Çünki fiziki tərbiyyədə əsasən bunlardır. Resurslarınız, start xətti, start qəlibləri və ya nişanlar, konuslar, fit, saniyə ölçən və s. Motivasiyamızda müəllim 2 şagirdi start xəttinə dəvət edib. Birinci şagird qaçışa adi ayaqüstü vəziyyətdəkin, ikinci şagird isə aşağı start vəziyyətindən başlayır. Müəllim soruşur. Qısa məsafəyə qaçışda hansı start üsulu sürəti daha tez artırmağa imkan verir? Şagirdlərin fikirləri dinlənilir və müəllim soruşur. Startda bir neçə saniyənin 1/10 nəticəyə təsir edə bilərmi? Və nəticə olaraq yaxşı start, sürətli çıxış və yüksək nəticə olduğu vurğulanır. Və tədqiqat sualına keçirik. Qısa məsafəyə qaçışda düzgün start texnikası və start sürətlənməsi necə icra edilməlidir? Öyrənmə fəaliyyətinə keçirik. Bir neçə öyrənmə fəaliyyətini vurğulayırıq ki, hansını istəsəniz yararlana bilərsiniz. Qısa məsafəyə qaçışın mərhələləri, məsələn, müəllim şagirdlərə xatırladır. Start sürətlənməsi, məsafə boyu qaçış və finish. Sonra yeriş və yüngül qaçış, xüsusi qaçış hərəkətləri, aşağı start vəziyyəti, məsələn, start al, diqqət, marş. Buna istifadə edə bilərik. Startdan çıxış, start sürətlənməsi, reaksiya məşqi, siqnalı gözlə, müxtəlif çıxış vəziyyətlərindən start, məsələn, ayaq üstə oturmuş vəziyyətdə, 20-30 metrə start qaçışları, problem situasiyası, səhvi tap, yəni bir neçə öyrənmə fəaliyyəti var da, hamısında da qruplarla fərdi, kollektiv, yəni istifadə olunur qrup işlərindən, daha doğrusu iş formalarından. Cütlərlə iş, estafet, start yarışması, təhlükəsizlik qaydaları bunlar hamısı vurğulanır və refleksiyada mikrofon
3-2-1. Mən əsasən bunlardan istifadə edirəm. Siz hansından istəsəz yararlana bilərsiniz. Düzgün startın 3 elementi vurğulanır. Şagirdə tapşırılır. Start sürətlənməsinin 2 xüsusiyyəti və bir təhlükəsizlik qaydası xatırlanır. Qiymətlənmə meyarları da məqsədimiz standartdan sonra məqsəd müəyyən olunur və məqsədimizə əsasən müəyyən olunur. Qiymətləndirməni 4 səviyyədə aparırıq. Birinci səviyyə 2 alan, ikinci səviyyə 3 alan, üçüncü səviyyə 4 alan, dördüncü səviyyədə 5 alan şagirddir. Konstruktiv rəylərimizi unutmuruq. Məsələn, dördüncü səviyyədə start texnikan və reaksiya sürətin yüksək səviyyədədir. Müxtəlif start siqnalları və qısa məsafələri yarışlarla reaksiya və maksimal sürətini daha da təkmilləşdirə bilərsən deyə müəllim ona istiqamət verir. Dərsin yekununda da müəllim soruşur ki, uğurlu start sürətlənməsi üçün nələrə diqqət etmək lazımdır? Şagirdlər cavab verir ki, siqnala tez reaksiya verməli, startdan güclü çıxmalı, ilk addımları sürətli atmalı, qolları fəal işlətməli və gövdəni tədricən düzəltməliyik. Dördüncü icmalımıza baxırıq. Dördüncü icmalımız sürət güc qabiliyyəti qaçaraq Fosbury Flop üsulu ilə hündürlüyə tullanmadır. Standartımızı metodik vəsaitdən götürürük. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin icrası zamanı sürət güc nümayiş etdirir. Hərəkəti fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir. Məqsədlərimiz sürət güc qabiliyyətinin mahiyyətini izah edir, sürət güc qabiliyyətini inkişaf etdirən hərəkətlər müəyyən edir və s. İnteqrasiyamız fizika ilə sürət, qüvvə, ağırlıq mərkəzi və hərəkət trayektoriyası, biologiya ilə aşağı ətraf əzələlərin fəaliyyəti, riyaziyyatla hündürlük, məsafə, nəticələrin müqayisəsi və həyat bilgisi ilə təhlükəsiz davranış və sağlam həyat tərzi. İş forması hansından istəsəz yararlana bilərsiniz. İş üsulu, beyin həmləsi, nümayiş, praktik fəaliyyət, stansiyalarla iş, təkrar məşq, özün qiymətləndirmə. Resurslarımız hündürlüyə tullanma dayaqları, elastik planka, təhlükəsiz təlim rezini və s. Motivasiyamızda müəllim şagirdlərə iki sual verir ki, idmançı hündürlüyə tullanarkən yalnız güclü olmaq kifayətdirmi? Sürətlə qaçmaqla güclü təkanı birləşdirmək nə üçün vacibdir? Şagirdlərin fikirləri dinlənir və tədqiqat sualına keçilir. Sürət güc qabiliyyəti qaçaraq Fosbury Flop üsulu ilə hündürlüyə tullanmada necə tətbiq olunur? Və öyrənmə fəaliyyətində bir neçə istiqamət alırıq. Sürət güc qabiliyyəti nədir? Sualı verir. Yeriş və yüngül qaçış vurğulanır. Yəni necə istifadə olunur? Xüsusi hazırlayıcı hərəkətlər, hündürlüyə tullanma mərhələləri, qaçış, təkana hazırlıq, təkan, plankanı keçmə və s. Dediyim kimi, indi mən fiziki tərbiyəni sizin kimi bilə bilmərəm, çünki siz ixtisasçısınız. Ona görə də mən bu vurğuladıqlarım hansı sizə uyğun gəlir, o öyrənmə fəaliyyətindən yararlana bilərsiniz. Qaçış, təkan üçün hazırlayıcı məşq, qövsvari qaçış məşqi, plankanı keçməyə hazırlıq, planka üzərində keçmə, yerə enmə, problem situasiyası, səhvi tap, stansiyalarla iş, məsələn 4 qrupa bölürük. Birinci stansiya sürət, ikinci stansiya sürət güc, üçüncü stansiya qövs, dördüncü stansiya təkan. Məsələn, birinci stansiya 10-15 metr qısa sürətlənmə, ikinci stansiya yerindən və ya qısa qaçışdan yuxarı sıçrayışlar, üçüncü stansiya konuslar üzrə qövsvari qaçış, dördüncü stansiya 3-5 addımla bir ayaqla yuxarı təkan. Cütlənən işdən istifadə olunur, təhlükəsizlik qaydaları xatırladılır və refleksiyamızda mikrofon 3-2-1-dən istifadə edirəm. Məsələn, hündürlüyə tullanmanın 3 texniki elementi nədir? Sürət gücü inkişaf etdirən 2 hərəkət nədir? Bir əsas təhlükəsizlik qaydası nədir? Onu şagirdlərdən alıram. Və 4 səviyyədə qiymətləndirməmiz gedir. Konstruktiv rəylərimiz də yerində. Məsələn, ikinci səviyyənin konstruktiv rəyinə baxıram. Qaçış və təkan texnikasını əsasən düzgün icra edirsən. İndi qaçış ritmi ilə təkan anını əlaqələndirməyə daha çox diqqət et. Gözəl müsbət halını vurğulayır, sonra deyir ki, bu digərini də eləmək lazımdır. Belə, dərsin yekununda da müəllim şagirdləri sualını ünvanlayır, mövzu ilə bağlı sualın cavabını alır. Və keçirik 5-ci icmalımız fiziki tərbiyə dərsində təhlükəsizliyin təmin edilməsi. Standartımız hərəkətlərin icrasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir. Yenə deyirəm, metodik vəsaitdən mütləq standartlarınızı götürün. Məqsədləriniz də həmçinin. Fiziki tərbiyə dərsində təhlükəsizlik qaydalarının əhəmiyyətini izah edir. Yəni, eynən buradakı kimi standartı götürməyin. Metodik vəsaitinizdən yararlanın. İdman zalı və meydançada təhlükə yarada biləcək halları müəyyən edir. Zədə və təhlükəli vəziyyət yarandıqda düzgün davranış nümayiş
etdirir. İnteqrasiyamızı həyat bilgisindən edirəm, həyat və sağlamlığın qorunması, biologiyadan edirəm, insan orqanizmi və zədələnmələrin qarşısının alınması, texnologiyadan edirəm, alət və avadanlıqlarından istifadə, təhlükəsiz istifadə. İş formasını istədiyinizdən eləyə bilərsiniz. Kollektivlə, qrupla, cütlərlə, fərdi şəkildə. İş sulu beyin həmləsi, problemli situasiya, səhvi tab, situasiya kartları, rolon, mikrofon. Resurslarımız idman zalı və ya meydança, toplar, gimnastika döşəkləri, konuslar, skamya və s. Motivasiyamızda müəllim iki situasiya təqdim edir. Birinci situasiyada şagird qaçışa başlamazdan əvvəl ayaqqabısının bağlarını yoxlayır, məsafəni gözləyir və müəllimin siqnalını gözləyir. İkinci situasiyada şagird ayaqqabısının bağı açıq halda qaçır və qarşıdakı şagirdə çox yaxın hərəkət edir. Müəllim soruşur, hansı şagird düzgün davranır? İkinci situasiyada hansı təhlükələr yarana bilər? Şagirdlərin fikirlərini dinlənilir və tədqiqat sualına istiqamətləndirir. Fiziki tərbiyə dərsində özümüzün və yoldaşlarımızın təhlükəsizliyini necə təmin edə bilərik və öyrənmə fəaliyyətlərini keçiririk. Təhlükəsizlik nədir sualı ünvanlanır. Dərsdən əvvəl təhlükəsizlik nələr riayət etməliyik? İsinmənin təhlükəsizlikdə rolunu vurğulamalıyıq. Qaçış zamanı təhlükəsizlik nədir? Topla hərəkətlər zamanı təhlükəsizlik nədir? Gimnastika zamanı təhlükəsizlik nədir? Problemli situasiya müəyyən edirik, səhvi tapırıq, zədə baş verəndə nə etməliyik? Özünü mühafizə, cütlərlə işdə təhlükəsiz yoxsa təhlükəli iş formasından istifadə edirik. Qrup işində, məsələn, birinci qrupa dərsdən əvvəl, ikinci qrupa qaçış və oyun, üçüncü qrupa avadanlıq, dördüncü qrupa zədə adı veririk və ona uyğunda tapşırıqları onlara ünvanlayırıq. Praktik fəaliyyətdə təhlükəsiz dərs öyrənmə fəaliyyətindən yararlanırıq. Refleksiyada da mikrofon 3-2-1-dən istifadə olunur. Məsələn, bugün öyrəndim ki, dərsə başlamazdan əvvəl, qaçış zamanı, avadanlıqdan istifadə edərkən, zədə baş verərsə kimi boşluqları doldururuq. Qiymətləndirməmizdə yenə 4 səviyyədə aparırıq. Məsələn, 3-cü səviyyənin konstruktiv rəyində təhlükəli vəziyyətləri düzgün müəyyən edir və qaydalara əməl edirsən. İndi yoldaşlarının fəaliyyətində müşahidə edərək risk yaradan halları əvvəlcədən müəyyənləşdirməyə çalış deyə müəllim istiqamət verir və dərsin sonunda müəllim soruşur ki, fiziki tərbiyə dərsində təhlükəsizlik necə təmin olunur? Və şagirdlər cavablandırır ki, uyğun idman geyimindən istifadə etməli, isinmə etməli, müəllimin göstərişinə əməl etməli, alət və avadanlıqlardan düzgün istifadə etməli, məsafə saxlamalı və təhlükəli vəziyyət yarandıqda müəllimə məlumat verməli. Bu qədər uğurlar.